Məhərrəmova Şəbnəm Cəmil qızı. Rəhimov Cəmil Nizami oğlunun övladıyam. Atam 33 ildir itkin düşüb. Ata yüzü görməmişəm mən. Anam bətnində 8 aylıq, qardaşım 1 yaşı olanda atam vətən uğrunda gedib. Allah şəhidlərimizə rəhmət eləsin. Şova Mehbarə Kazım qızı, Rəhimov Cəmilin həyat yoldaşıyam. 1992-ci ildə özü könüllü olaraq Qarabağa gedib. Onun 2 evladı var. İndi də onun yolunu həsrətlə gözləyirik. Məkanı cənnət olsun. Özü yenə təqdim edirsiniz, indi danışdılar. Özü təqdim edin. Rəhimova Pərin Əsir qızı, şəhid Rəhimov Cəmilin anası. 33 ildir yol gözləyirəm. İndi uşağım gəlib yanıma. Rahat, yenə rahat ölə bilərəm ki, balam yanımdadır. Gedib ziyarətinə gedərəm. Çox sağ olun, çəkiliş üçün. Hamınıza təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Cəmil, adım da. حسبان فعاب وضع الميزان ألا تطغى للأنام فيها فاكهة والنخل ذات الأكمام خلق الإنسان من صلصال Esselamu aleyküm ya ehlel kubur cemiyen ve rahmetullahi ve berekatuh. Allahümme bel Fatiha. Sağdan solda bir kolonla gələrsən.
Axşam məzarlıqlar var, keçməyə yer yox şu an. Hacı, həmişəki qayda gedir, oradan düşəsizlər. Girme. Doldu. Atın. Doldu. Atın. Doldu. Atın. Aşağı. Hop. Her bir laf atla da sakla, oraya sakla diyen. Sakla oraya diyen. Kaçın, daha çok şuna düzeleceğim lafı. Verin o lafları. Kimin də sözü olsa buyurub deyə biləcək, amma məsləhət olarsa əvvəlcədən inşallah biz Əsas o yaq tərəfinə, ayağa tərəfinə qoy. Çünki gül tərəfləri baş tərəfi düzəltmək. Tamam. Yazılır, bırak. Bırak. Ya aziz Allah. Aşağı inanma, kişiler kan gibi. Aşağı bekle oynayın. Allah ölenler rahmet eylesin. Ailesinin həsrətini çəkdiyi, dostlarının, yoldaşlarının, şəhərimizin sakinlərinin həsrətində olduğu qardaşımız Cəmil Rəhimovu son mənzilə ulaşır. Təbii ki, Cəmil qardaşımız 92-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə həlak olmuşdu. Amma o vaxtdan bu vaxta həlak olduğunu bilmirdik. İlkinlər siyasındaydı. Və bizim şəhərimizdən də bilirsiniz ki, ilkinlərimiz var. Biri də Cəmil idi. Çıraqov Elmandan sonra ilkin şəhidimiz ki, tapılır və şəhərimizdə, doğma şəhərində, böyüdüyü şəhərdə torpağa təhvil verilir. Buradadır və yaxud buradası isə sizə Allahdan baş sağlığı diləyirik, başınız sağ olsun. Xahiş edirik ananıza və nənəyə də çatdırasınız bizim baş sağlığı diləklərimizi. Və bunlar haqqında dedik ki, ordumuz gücləndi, qüvvətləndi. Bunun üçün bu qədər vaxt lazım idi və bu müddət ərzində biz bugün artıq dünyada dünyanın 50 ən güclü orduları sırasına qoşulmuşuq Azərbaycan ordusu. Eyni zamanda dünyada özümüzü təsdiq etdik. Millətimizin başı qalxdı, yuxarıya qalxdı, alnı açıq oldu. Möhtərəm Prezidentimizin
ətrafında birləşərək möhtərəm prezidentimizin fəaliyyəti və onun həyata keçirdiyi bütün o siyasət və strategiya nəticəsində tək cəbhədə deyildi, bütün sahələrdə, diplomatiyada, siyasət sahəsində hər bir yerdə qələbə çalındı və cənab prezident həm siyasi istiqamətdə, həm diplomatiya istiqamətində praktik olaraq dünya ilə tək vuruşdu və hamısında da qələbə qazandı. Əsgərlərimiz ordulu, yəni elə 44 gün içərisində məhv etdik. Biraz əvvəl Hacının da söylediyi kimi heç 24 saat tamam olmadan ölkəmizi bütövlükdə təmizlədik separatçılardan qoyub hörmətli övladına təqdim edirəm. Vətən sağ olsun. Biraz əvvəl Hacının söylediyi kimi tədbirimizdə həm də bizim Sabirabad rayon icra hakimiyyətinin başçısı hörmətli Sıraya Kifayət qədər məlumatlandırdı, siz də kifayət qədər danışdınız. Ona görə mən çox vaxt almaq istəmirəm. Bizim Cəmil qardaşımızın anasına, onun xanımına, onun övladlarına, onun yaxınlarına Allahdan səbir diləyirəm. Onsuz da bu dünyadan hamımız ölüb keçib gedəcəyik. Ancaq bir var şərəfli ölüm, bir var Allahın məqamına ucalan ölüm, bir də var ki, ağla gələr gəlməz bəlaların ölümü. Bu Cəmil qardaşımızın ölümü Allahın məqamına ucalan ölümdür. Yəni xoşbəxt ölümdür. Onun övladlarına, onun xanımına, anasına, yaxınlarına şərəf, ləyaqət gətirən ölümdür. Azərbaycanımızın Quran da qeyd edir ki, torpaq uğrunda, vətən uğrunda canını fəda edən, Allahın əmanəti olan canını fəda edənlərin məkanı cənnətdir və hətta özlərindən əlavə bir 70 nəfərin də məkanlarını cənnət eləmək gücündə, hüququndadır. Ruhu şad olanın ruhuna Allahdan şadlıq arzu eləmək bəlkə də düzgün deyil. Ancaq bizim adətə uyğun olaraq ruhu şad olsun deyirik sizlərə də, sənə də bacına da, anana da, nənənə də Allahdan səbir diləyirəm. Sağ olun, çox sağ olun. Bu borcumuzu... Onları qarşısında baş verirəm, şəkil bildirirəm, övladlarına başsağlığı diləyirəm, vətən sağ olsun. Allah Mənə təskinlik verməyə, mən dedim ki, bu şad xəbərdir, həm də kədərli xəbər. O siyasi xəbəri mən işinizdə doğrudan da fəxr Allah məqamını səbir qaranlıq həkimlərdə şəhid atamızı Sabirabaddan